Gördüyünüz bu görüntülər hər hansı bir ucqar rayonunda yerləşən məktəbin sinif otağı deyil. Bura paytaxtın Yasamal rayonu Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin sinifidir. Noyabrın 15-dən istilik mövsümünə start verilsə də şagirdlər sinif otağında üst geyimdə otururlar və istilik demək olar ki, yox səviyyəsindədir. Soyuqdur sənə? Bəli, üşüyürük, istəyirəm ki, məktəbimiz isti olsun. Həm mən tez-tez xəstələnirəm, məktəbə gec gəlirəm, əllərim üşüyür, əlcək geyindirəm. Əlcəklə çətin olmur sənə yazı? Çətinlik çəkirəm, amma soyuq olduğunda əllərim donur, yaza bilmirəm. Ali, soyuq deyilsin? Bəli, bura soyuqdur. Biz tapşırıq yazarkən çətinlik çəkirik. İstəyirik ki, məktəbimiz isti olsun. Biz istəyirik ki, sinif otağımız isti olsun. Biz kurtkalarımızı geyinirik və soyuq olanda da əllərimiz üşüyür. Biz yazını çətin yazırıq. Virus olanda, həm də virus olan vaxtıdır. Ona görə də biz tez-tez xəstələnirik. Dəfələrlə gəlib baxış keçirilib, buna baxmayaraq heç bir nəticə yoxdur. Yəni məktəb gördüyünüz kimi soyuq, sinif otaqları soyuqdur. Bu da tədrisin gedişinə pis təsir göstərir. Yəni davamiyyət azalır. Günü-gündən davamiyyət aşağı düşür. Ciddi bir səbəb yoxdur hələ. Bir hissəsidir ki, yəni gedişat xətt şəklini səhv çəkilib. Birisi ki, yəni ki, silik düzələcək, yəni zəif veririk. Təzyiq buraxmırlar ona görə. Batareykanın biri yanır, ikisi yanır siniflərdə. Baxın, övladınızın təhsil aldığı 21 nömrəli məktəbin qarşısındayıq. Ümumiyyətlə, məktəbin istilik sistemisi qane edirmi? Xeyr, qane etmir. Uşaqlarımız məktəbdə üst geyimlə otururlar. O da yazı yazmağa maneə törədir. Uşaqlarımız soyuq olur, tez-tez xəstələnirlər. Onsuz da yəni xəstəlik artıq çoxdur. Uşaqlarımız tez-tez xəstələnirlər. İstilik olmur. Uşaqlar əli buz kimi çıxır məktəbdən çıxanda. Bu ümumiyyətlə problem neçə müddətdir var? Yəni keçən il, o biri hər il bu problem olur bizdə. Hər il. Uşaqlar hər gün gəlib şikayət edirlər ki, sinif soyuqdur. Kurtka ilə bəzən olur ki, hətta çox vaxtı ümumiyyətcə soyuqlar düşəndən kurtka ilə oturub dərs yazırlar. Əlləri də üşüyürlər, hətta xəstələndiyi günlər də olub yəni. İstilik sisteminin məktəbdə olmamağı çox bizə təsirləndirir ki, biz övladımızı nə evdə otuzdura bilirik ki, qalsın evdə, dərsə getməsin. Nə də ki, məktəbə gətirə bilmirik. Yəni ki, bu xəstəliklə də əlaqədar olaraq əlbəttə ki, istəməzdik ki, məktəblə əsas indi evdə bir təhər yola verirdik əlbəttə ki, amma çox istəyərdik ki, məktəblərdə birinci istilik sisteminə nəzarət eləsinlər ki, vaxtında versinlər də. İndi bir gün, 2 gün təsir eləyir. Bir günə, 2 günə uşaq xəstələnir, bir həftə, 2 həftə məktəbə getməməlidir. Məsələ ilə bağlı Azər İstilik Təchizatının rəsmisi Rafiq Əliyev bildirdi ki, 21 saylı məktəb noyabrın 15-dən istiliklə təmin olunur. Əgər məktəbin içində hansısa bir problem varsa, ola bilər bəzi radiatorları qızır-qızmır, o tənzimləmə aparılmalıdır. Yəni məktəb təsərrüfat işləri üzrə baxan adamlar və yaxud təhsil idarəsinə desinlər, bacarmırlarsa bizə müraciət eləməyiblər. Müraciət eləsələr texniki dəstək göstərərdik. Amma qazanxana düz məktəbin hasarının o biri tərəfindədir. Normal da istiliklə təmin olunur məktəb. Rafiq Əliyevin sözlərinə görə bütün qazanxanalar işləyir, sosial obyektlərə və binalara istilik verilib. Lakin bəzi binalarda binadaxili problem var və onlar da aradan qaldırılır. Nərmin Bəhruzi, Vüqar Xanlarov, Reform.